Salamımız kimlərdir ilk öncə? Biləmədin. Əli Bəyə. Negorova. Əli Magayro'ya, Əli Magayro, yəni Əli Bəy deyildi. Ona alkışlı salamlar. Royala salamlar. Amma mən belə danışdım. Mən bir yaxın Londonda. Məni tanıyırdınız, yəni görmüşdü, tanıyan tanımışdı. Aşpazlıq üzrə neçə illər aşpazlıq işləmişəm, amma buradan qabaq öncə Peşəkar İnkişaf Mərkəzində tələbələrin seçimi ilə mən başladım müəllim işləməyə. Orada işləyədim bir müddət, yəni istirahət, restoran, yəni restoran işi. Sonra Dərullah müəllimə ilə əlaqə saxladı. Dərullah müəllim dedi ki, bizim kursu gələklər sözü biraz oyandı, yanfaslı olmadı, alamadı, adlı məni yönətdi. Qış ayıydı, soyuq havaydı. Qış ayıydı, İlahi Xanım yönətdi məni. Bir neçə vaxt geçdi, İlahi Xanım məni çağırdı bu kursdan. Mən niyə görə bu sözü buradan başladım, deyəcəm orada. Gəldim gecə akademiyaya, ya Allah, başladım işimə, ne mənə xoş. Yəni gecə akademiyaya məni əvvəla Dərullah müəllim yönəltdi, sonra İlahi Xanımla üniversitet kurdu. Yəni bir də oldu ki, gecə akademiyanın inzibatçıları, qızlara hamısına təşəkkürümü bildirirəm. Mən sizi çox istəyirəm. İlahə, Günay, Aynur, hər özün öz yerimiz var. Yadından çıxmış da Nurani də var, o da orada şəxsiyyə. Ümumiyyətlə. Və mənim Türkiyəyə getmək səbəbi, medallara sahib olmaq səbəbi, qulluq səbəbi birinci Dərullah. Mən sənə təşəkkür bildirirəm. Var olasan. Yox. Herkes öz medanını alır. Yox. Mən Türkiyəyə sənə görə getmişəm. Yəni, bunu mən vurgulamalıyım. Türkiyədə də gördüyüm hörmət. Çox sağ olsun Ali Magayro. Bəli, bu kanala salamlayırım. Həqiqətən də mən Royalı özüm falan bilirəm. Ali Magayro. Dərullah işlər, Dərullah anabalayır, beləyir. Həqiqətən də mən bilirəm. Sənə və sonra da Ali Magayro Royalı təşəkkür bildirəm. Başqalar da var idi, onlar da salamı Bəli. Orada münsüzlər bütün ölkələrdən var idi, həqiqətən də. Onlar da çox gözəl qarşıladı. Bir də onu deyim. Gedirsinizsə Türkiyə ilə Ankara'ya gedir. Çünki Ankara'nın insanları ağzı açanda ki, Azərbaycanlıyam. Mən bunu çox rahatlıqla deyirəm. Ağzımızı açanda ki, Azərbaycanlıyam. Həmən bunu deyirlər. Bir devlət, bir qardeş. Yəni bu onların deyimi. Yəni biz qardeşik deyirlər. Başqa mən negativ Türkiyədə, İminlə Ankara söz eşitmədim. Mənim həqiqətən çox xoşum gəldi. Mən Azərbaycanlıyam. Mən Azərbaycanlıyam. Azəri deyiləm, Azərbaycanlıyam. Amma ilk olaraq mən Ankaranı sevdim. Mən xoşum gəldi. Azərbaycanla başqa heç sevmirəm. Amma ilk olaraq Ankaranı sevdim. Çünki insanlar bizə o qədər istilik göstərdi. Yəni mən özümü orada yazsın edəm. Hətta mən bunu kamil etdim ki, hələ bir Bakıdayam. İlham Axtozda necdən o şərqi deyilmişəm. Yəni elə. Qonağımız da gedişən gəlir. Qonağımız İradə xanım, həm O da bizdən idi. Yeni müəllimlərimizdən Gecə Akademiyada, həm də ki Türkiyədə maşallah olsun ödül sahibəsi bərabər Türkiyədən onu gördük ki, biz ailə olaraq olduq Türkiyədə, həqiqətən. O 24 nəfər o avtobusda gələn bir ailə kimi getmişik və İradə xanımı adı soyadı özü təqdim ediyor və danışdım. Əvvəla hər kəsi salamlayıram. Həqiqətən mənə də çox xoş oldu. Ankara'da, Niğde şəhərində qızıl, gümüş medal, Azərbaycanın birinciliyinə çıxmaq çox şərəf duydum onunla. Və mən bu Gecə Akademiyasına da öz təşəkkürümü bildirirəm. Minnətdaram Dərullah müəllimə ki, məni öz akademiyasına dəvət elədi və mən öz biliklərimlə, yeni tələbələrimlə çalışıram ki, onlara da öz bildiklərimi öyrədim. Həqiqətən minnətdaram, təşəkkür edirəm. Gəlin bir proqram odası çəkək, hamımız